Hər kəsə salam uşaqları, vloguma xoş gəlmişsiniz. Deməli, bu vlog 2 günlük ibarət olacaq məncə. Deməli, uşaqlar, biz toya gedirik. Toy isə Şəmkirdə rayondadır. Bildiyiniz kimi Xırdalanan Şəmkirə 5-6 saatlıq yolda, amma nədənsə bizdə 4 saat 12 dəqiqə zat göstərdi. Hal-hazırda saat neçədir? Hal-hazır saat 07:57-dir, Bakı ştat 8-dir. Biz isə saat 12:00-yə çatacağıq. Yəni belə, ya da ki 12:12-yə. Nəysə belə. 4 saat 12 dəqiqəlik olacaq. İndi isə uşaqlarım, hal-hazırda yoldayıq. Nəysə maraqlı şey olsa sizə çəkəcəm. Bir də ki mən indi yadıma düşdü. Mən sizin üçün çantamda, sumkamda nə var onu çəkəcəm. Yəni yolda darıxır. Uşaqlar, bu mənim sumkamdır. Mən sizə əslində toy paltarımız adını göstərməmişəm. Vlogu indi başlatdım deyə göstərmək yadımdan çıxıb. Mənim çantamda nələr var? Mənim çantamda, конечно, adapter, yəni adaptersız para. Uşaqlar, əlbəttə ki, nauşnik, mən nauşniksiz yəni yola çıxmıram. Şəhər olsa belə, kəndimlik yolu olsa belə, bu nəysə. Sonra burada belə bir güzgü. Sonra bu hələ belə qoymuşam da. Yəni nəyə qoymuşam, sözümü də bilmirəm. Sonra, конечно же, mənim burun spreyim. Bunsuz mənim nəfəsim çatmaz. Sonra Nivea, bunu uşaqlar Rossmannla almışam. 6 manata yaxın idi, 5 manat neçə qəpik. Bu apteklərdə də satılır. Sadəcə bütün apteklərdə satılmır da. Yəni arada bir olur, arada bir olmur. Mən putdan almışam. Sonra burada nə var? Sonra burada darağı görə bunu qoymuşam əslində. Burada da güzgüsü. Sonra isə mən bunu mama unutmuşdu deyə sumkamı qoydum. Sonra saqqız, Orbit, yəni nanəli saqqız. Nanəli saqqızı seçiyorum. Sonra broşkam. Bir dənə də ki üzük, oradadır bu. Bir dənə də üzük əslində çox böyükdür, əlimdən düşür də. Hərimi götürüb qoymuşam. Görüm, taxsam taxaram, taxmasam qalar. Başqa da heç nə qalmadı, ancaq və yolda atışdırmalıq konfetlər. Çantamda yəni bunlar var. Buralardayıq, heç özüm də bilməm, amma bilirəm. Gəldik, burada saxladıq. Tamızlar mama girdilər. Çünki səhərdən yeməmişdik deyə acıydıq. Ona görə bir neçə dənə bu kaldlar. Mən qozusu yiyirəm, bir dənə də ketə yedim. Ketələr çox tatlıydı. Hot dog falan aldıq. İçməyə isə biz onun bu dadını götürdük. Həqiqətən çox dadlı, xoşuma gəlir. Bir pink xoşuma gəlir, bir qırmızısı, bir də bu. Mama isə özünə kofe götürdü əslində. Mən isə kofe mən də çox xoşduram da, yəni xoşum gəlir kofedən. Bu Tamstarsa 24/7 işdir deyə bizim də bəxtimiz gəldi ki, yəni bura işləyirdi. Kofedən də baxın, bu məncə şirindir. İdi, amma şirin idi. Amma o da xoşuma gəldi. Bozunun içi belədir, baxın. Hazırlanır. Arasakar kıykacı, ay kısa 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 mandır. Arasakar kıykacı, ay kısa 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 mandır. Budur gelir küt bacı, kadan alır. Budur gelir küt bacı, kadan alır. Bir menimiz kısa kısa mandır. Yapmışam, mahnı oxumuşam, hər şey eləmişəm. 6 dəqiqə çatıq, çox sevinirəm. Yəni 5-6 saatlıq yol, yox, 4 saatla neçə dəqiqəlik yolu gözləyirsəm. Şəmkirə çatdıq. Buranın bir dənə gözəl havası var, uşaqlar. Çox qəşəng havası var. Yaşıllıq, qəşəng. Və burada ördəklər var. Gəl bir də ora olmaz. Düş aşağı, gəl. Hə. Uşağa bir dənə baxın. Qoymur, normal. Ora qalxma. Düş aşağı. Ay qız, düş aşağı, ora. Olmaz. Hə. İşte baxaq. Ördəklərə baxaq. Şuraya görək. Mən ördəkləri çəkimləm mən. Qız. İsə toyuqlar var. İndi ördəkləri çox yaxşı çəkə bilmədim. Gördün? Ağın batar ya, ona görə gedir. Şöyle bir tane bura baxın. Görən qəşəng belə abu-hava rayon abu-havası var da yəni. Güllərim baxın.
Az yavaş əlvə vurma. O nədir ki? Abon içindəki qurtdur nədir o? Çünki əlvə vurmaya qurt satılır. Maraqlı gül değil mi? Bir dəfə bu güllər görürəm. Orada da dayanın. Hiç kokmuyor. Orada isə Elimizi var. roza gülü sadəcə çəhrayı rəngdir. Aynı yok. Hiç yok. Sizə heç nə çəkə bilmədim çünki uşaqlar deməli başım dəhşət qaçığı idi. Deyirsiniz ora qaçırdıq, bura qaçırdıq, onun saçını düzəlt, bunun saçını düzəlt. İndi isə hal-hazırda gedirik biz gəlinin evinə. Çünki biz gəlin tərəfdəyik. Ona görə də ki, biz indi onların evlərinə gedirik. Sizə paltarımı da göstərəcəm. Necə göstərirəm, makyajım, saçım, hər şey sizə göstərəcəm. Çünki çox qəşəng göstərirəm. Bundan qabağına düşmüşük, içeri gedə bilmirik. Bunlar da normal azıra bilmirlər. Dəhşət istidir. Hamımız istidən pişirik. Allah şükür qoyunlar getdi. Şükür. Amma bu ev deyil. Sizə göstərəcəm hansı evdir. Giriş belədir. Qırmızı lentlərlə. İndi içəridə sizə göstərəcəm.
Herkese selam olsun. Allah hoşbəxt eləsin. Bibisi geldi. Bibisi. Sözlerdi de bir İbrahim. Doğru bir kız. Allah kısmet Hal-hazırda orada gəlini, Karaça gəliblər. Bəy evi gəlib, hal-hazırda onlar oradadılar. Mən sizə belə çəkdilərimi qoyacağım hamısını, çalışacağım qoymadım. Mən makyajım hal-hazırda belədir. Pomadam biraz pozulubdan, o fikir verməyin. Saç düzümüm belədir. Saçımı burmuşdum. Baxın, buruqdur. Sadəcə açmışam, açım. Buraya da eyni şey. Sonra isə gəlin indi paltara keçim. Paltarım isə belədir. Baxın. Krasovka isə ağ krasovka almışam. Belə. Məncə çox qəşəngdir. Nəysə mən gedim görüm onlar orada nə edirlər. Mən paltarımı sizə göstərdim, rahatlaşdım. Ən əsası buydu. İndi siz biz gedirik restorana. Qız evindən çıxdıq. Çünki ən əsas şeyləri gördük. İndi isə qızın evinin hamısı yollanır. Onlardan ailəyə gəldik artıq bura. İndi isə girəcək içəri, sizə içərini göstərəcəm. Hənki belə. İçəri belə görsənir. Hal-hazırda baxın oradan giriş edəcəyik. Yəni içəri görüşü belədir. Sonra isə bəy gəlir isə qabaqda oturacaq orada. Bu isə bizim süfrəmiz. Biz gedək yeyək. Biraz oynayaq eləyək, qaydaşımızı. Ona göre deyirəm. Ama bence sizin alkışlar daha gürültülü olacak. Yeniden, yine, döne alkışlar efendim. Hemser Ritim Grubu. Teşekkür ederim. Çok muhteşemsiniz. Yine sübut eder. Sürelerde sınavlar. Tahmin eden anladım. Tahmin de en güzelinden yaptım. İçəri çox səs güclü idi deyə uşaq biraz narahat oldu deyə mən çıxdım buranın həyətinə. Gəlinlə bəy artıq giribdir. Çalışacağım çəkməyə. Hələ ki biz buradayıq.
hal-hazırda xınadır. Nəinki belə. Ay güzel, elə bir rəssam çəkir, surətinə maşallah. Bu qızın dili vardır, iki ürək çaldı, görənlər heyran qaldı, surətinə maşallah. Ay maşallah deyirəm, xoşbəxt ol, yəqinlərdən ol, sayılır seçim ailələrdən ol. Qadınlar deyir ki, sənin səsin eşidilmiş. Getirin kendinizi yüzündeki duvara. İslam'a gelin. Gözüm kama, toy libası, tüm kolu, hızlı gelin. Güzel bir şan musiki gelsin. Kınan mübarek ay kız, kınanı eline çek ay kız. Desin, qohum, qonşular, sənə şirin, xoş arzular ay kız. Ama xahiş edirəm, dairəni geniş açaq, hamız rəqs edək. Her vaxtınız, her anınız xeyir olsun. Birbirinden değerli, şirin şeker hanımlar, güzel kaynanalar, değerli analar, birbirinden güzel fidan melek balalar. Her birinizi hoş gördük. İllerden beri arzusunda olduğumuz, hasretinde olduğumuz, arzuladığımız güzel bir günden. Valideynlere deyirəm ki, evlatlarınız xoşbəxt olsun, gözləriniz aydın olsun. Həyatda arzu etdikləri bütün arzular başlarına gəlsin. Başlarına gələn bütün arzular xoşlarına gəlsin. Süfrələrindəki suları sərin, çörəkləri qaynar olsun. Amin deyin dilləriniz var olsun. Biz qonaqlar adından bəyinizə gəldiyimizə xoşbəxt olun deyirik. Arz edirik ki, hər zaman əzizləriniz, valideynləriniz sizin əziz, sevimli, xoş günlərinizə şahidlik etsinlər. Və biz hər biriniz bilirik ki, siz çox mehriban, əziz, dəyərli cütlüklərdən olacaqsınız. Amin deyən dilləriniz var olsun, əziz xanımlar. Xınanı alan gəlsin, telinə yaxan gəlsin. Əlini açıb, ya Rəbbi, ya Rəsulallah, bugün mənim oğlumun toy günüdür deyən analar gəlsin. Qızımın xına günüdür deyən anamız gəlsin. Əziz analar, şirin şəkər qaynanalar, hörmətli, dəyərli nənəmiz, yaxınlaş bizim yanımıza, bizimlə bərabər indi bax bu məclisə açılış edək. Sizin hər birinizi xoş gördük, gözləriniz aydın olsun. Amma mən bu nənənin illərinin arzusu olmuşam. Nənə məni arzu edirmiş ki, ay Allah, günlər o günlər olsun, mənim də nəvələrimin toy günündə bu xanımın gəlməyə qismət olsun. Nənə, arzu şirin olsun. Məni də sənin ocağına qonaq edibdir. Arz edirəm ki, xanım Fatın qızlarımız xoşbəxt olsunlar. Sizi kimi nənələr də bu xoşbəxtliyə şahidlik etsinlər. Bilirəm ki, evlərə xanım Fatın qızlar gətirmişsiniz. Evlərdən xanım Fatın qızları gəlin köçürmüşsünüz. İndi də nazlı, duzlu, şirin şəkər nəvə payını, əli xınalı, alı duvaqlı ata ocağında, nənə baba ocağından qaynatı ocağına yola salırsan. Sizin xeyirdanınız bizim üçün ilahidən gələn ən dəyərli hədiyyədir. Bizim üçün, xanım Fatın qızımız üçün bizə doya-doya xeyirdandır. Allah belə xoş. Oğlan da gözəl oğlan, qaynanası, çox şükür, çox şükür. Çox gözəl yerə vermişik, maşallah. Allah'ın bugünkü günə şükür. Yəqin ki, bizim qızımız da orada gedər, ana olar, bala olar qaynanəsinə, gözəl gəlin olar. Ağalar süfrə salar, başı dövlətli, yəni evlatlı olar. Nənə deyir ki, bugünə qədər bizim ocağımızın qızı idi. Amma bugündən sonra bizim ocağımızın qonağısan, bax bu gözəl xanım Xatan anamızın da qızısan. Bugündən sonra bir-birinizə can deyib can eşidərsiniz. Siz bu xanım Xatın anamıza bala, anamız da sizə ana olacaqdır. Bir beş varsa
onu mənə indidəndir. Dedim ki, valla, nə lazımdırsa da hamısını deyirdilər. Amma mən sizə təşəkkür edirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Bizə necə deyim, əziyyət çəkib zəng vurub, bütün detayları anında öyrəndiyiniz üçün təşəkkür edirəm. Mən doğrudan o qədər gözəl valideynlərdən rastlaşıram ki, bax bu xanım ananın ocağında olanda, mən məclis bitəndə dedim ki, mən sizin qarşınızda baş əyirəm ki, siz belə tərbiyəli, xanım, qızlar bizlər üçün yetişdirmişsiniz. Mənə o qədər anlayışdan danışdı. Mənim ikinci qızım olsun, Allahın köməkliyi ilə. Mən istəyirəm, amma Allah nəsib eləsin ki, Fidan bizə gəlir, qız olsun, Allahın köməkliyi ilə. Deyir ki, mən Fidanı evimə qız aparıram, qazanıma düz aparıram, həyat yoldaşına baş tacı, bacısına da sir yoldaş aparıram. Allah sənin arzularını çiletsin, Fidan sənə qız olsun, qazanına duz olsun, can deyib can eşidəsin. Deyir, qoz ağacı qozludur, üstü yaman tozludur, gəlinlər yemək pişirəndə qaynanalar nazlanar. Deyər, ya yağlıdır, ya duzludur. Sən nə deyəcəksən? Deyəcəm ki, sahil doyursa da heç də istəmirəm. Bir də sahil razı olsun mən. Deyəcəm ki, oğlum razıdırsa da, mən də deyirəm ki, mənim gəlinim nazlıdır, bişirdiyi yeməklər də dadlıdır. Xoşbəxt olsunlar, yarayanlardan olsunlar. Deyir, iki quda yan yana, dayanmışsınız yan yana. Bugündən hər ikiniz olduğunuz şirin, şəkər qaynana adınız mübarək olsun. Qudalığınız qaynanın dünyaya gəlməsidir. Oğul quda, qızsa yarpaq, həyat canlı xalıdır bax. Oğul olsun, qız olsun, əli ayağı düz olsun. Tək oğlunuz bir ata, qızınız anay olsun. Sizin kimi analar da şirin şəkər nənə olasınız. Amin deyən dilləriniz var olsun. Gözləriniz aydın olsun. Deyir, əzələm Xəzərdən, su götürdüm Xəzərdən. Allah sizləri qorusun, pis gözdən, bəd nəzərdən. Maşallah deyirəm, deyir gözün aydın, bəyanası. Toyu mübarək oğlunun. Zimistanı yaza dönmüş, yazı mübarək oğlunun. Qurbanın qoç, toğlu olsun. Ayana, Nərminə Xınayevi deyir ki, Sahil bəyin 7 oğlu olsun. Ana deyir, mənim oğlumun neçə oğlu olsun? 7 oğlu bir qız. Bu 7 oğul bir qız, bu belə bir atalar məsələdir. Amma mən arzu edirəm ki, 7 qızı bir oğlu olsun. Arz etdiyim 7 qız, bir oğlanla mənim evlatlarıma da qismət olsun. Evlərdə siz olmasın, oğlumun öz yeri var, heç bir olacaq, qızsız olmasın. Oğul olsun, qız olsun, əli ayağı düz olsun, arzularınız üçün olsun. Deyim, armud ola saxlayasan, yığıb səbədə saxlayasan, nəvənin öz yeri var. Arzu edirəm ki, inşallah gələn ılmaqda Fidan xanım bir ana olsun, siz də nəticə qucaqlayasınız. Əzizləm, ayana, əzabları sayana, sən qayırkeş bilmirsən, yoxdur sənə dayana. Ana, yuxsuz gecələrini, laylalı dillərini nə edər? Halal edir. Deyəm ki, qızım, halalın olsun, Allah səni xoşbəxt eləsin. Allah xoşbəxt olsun, halal olsun. Amin deyin. Əziz xanımlar, bizim heç birimiz elçilikdə olmamışıq. Yəni, şirin çayı içməmişik. Bu xanım necə elçi etdiyini görməmişik. Deyirsənmi ki, qapını döyüm, ay qız evi, bizim oğlumuz sizin qızınıza aşıq olubdur. Dedim mi? Dedim. Sizi çox yetkələ saldılar. Çox yox. Çadranı çiynine saldın mı? Saldım. Dedim mi ki, üzük bizdən, hə sizdən. Şirin olsun çayımız, xoşbəxt olsun balalarımız. Dedim. Allah onlarını xoşbəxt eləsin. Razılaştılar mı? Hə, razılaşdılar. Açılıq sandığı, tökülük tamığı. Bəs bəy oğlan necə dedi ki, aşıq olmuşam? Onu özümdən soruşum. Yox, siz bilməlisiniz, elçi siz getmişsiniz. Dedi ki, aşıq olmuşam. Ben elçi getmən də getdim. Bəlkə dedi ki, qurban olmayana, dur gedə elçi ona, dur gedə elçi ona, dedi mi? Dedi. Sən də dedin mi ki, qurban olmayana, gedərəm elçi ona, gedərəm elçi ona. Çadranı saldın, yolu əlinə aldın. Yəni ki, bizim qız almağa gəlmişik. Alkışla, Al almaq belə yolumur. alkışla. Şal almaq belə yolumur. Oturun bir çay için, aparmaq belə yolumur. Al almağın vaxtı var.
Şal almağın vaxtı var. Mən qızın adamıyam. Aparmağın vaxtı var. Yaşıllara yaşıllar. Hasarda boylaşırlar. Nizaminin qızları. Beyistə savaşırlar. Ne harçta? Şəmkir qızları, Nizami kəndinin qızları. Bu Şəmkirin qızları, işvələrin nazları, gözəldi gəlinləri, əladı baldızları, baldızın evli çıxdı. Rənginə ay rənginə, baytın gəlin rənginə, qız evini anlatmışıq, yarım kilo qəndinə, birikdir ay birikdir, buxlar el bilirdi, gəlimizin xınasına, olan el xoş gəlirdi, gəlin salatın gəlin, yesin xalatın gəlin, çatsın beyin evinə, asın muradın gəlin, ay qız isim mələkdir, yazı yazan mələkdir, özün əcəb gözəlsən, rəfibələrin mələkdir, pişirdiyin aşın ver, sirenisi daşın ver, balmısını bir bacı, kaynını kardeşin ver, sürünü siz koy kaynana, üstünü iz koy kaynana, başlarımız koy kaynana, beyimizi ver gelende, biri gücüz koy kaynana, balda püste yeri var, püste iste yeri var, evime gelen gelinim, gözüm üstte yeri var, ay gelin gözüm gelin, işlere özüm gelin, sevinsin kaynanası, kaçaktır sizin gelin, göyde ulduz olaydım, ulduz olaydım, aksi hekam zıvırma, dolur kenarda durma, ay kızlar ben bir yarığı seçim, ben, ağzı bal biri kurma, alt kısıl aldırmışsa, boynuma saldırmışsa, güzel bir beyi seçin, hamını yandırmışsa, İzleyin kaşı kızım, üsteyin taşı kızım, mehremizler kız çoktur, hamsının başı kızım, su geldi yar kızlığa, döküldü gör kızlığa, beyimiz açıklananda, özünü vurarsızlığa, çorabın nişan nişan, kaygısı alın perişan, biz tarafta gelinler, çok bilen az danışan, araz gelir değil ile, deste gül ile, o gülün biri düzeydi, delilerine süzeydi. Bu yenge küsüktü benden. Görülmüş olmasın, kelin kalmasın yani. Görülmüş olmasın, Ha, kelin kalmasın maraqlı gəldi. İndi biz xınamızı çəkmirik, nə məstəyirik. Razısınızmı? Bəli. Bəyimizin anasından nəmər istəyirik, gəlinimizin anasından, bir də yengələrdən nəmər istəyirik. İstərəm, ay istərəm, güllü boğça istərəm. Xınamızı çəkmək üçün evlatlarımız yarayanlardan, körpət edin darayanlardan olsun. Evlatlarımız xoşbəxt olsun. İndi bizə xınaya nəməri qız anası verəcəkdir. Dərləri geniş açar. Bir əlinə xınanı sizcə keçirsiniz. Əllərin xına tutsun, ömrünüz bina tutsun. İnşallah gələn vaxtda əlinizdən bir cür bala tutsun. Xınanız mübarək olsun, gözləriniz aydın olsun. Örpəyimizin ərcəklərini də verin sizə qurban.
yatır anam, kızlara ötür anam, bir gece kolarla, boynunda yatır anam. Şuna çekek, bəstinə, xəbər geçsin, düşməninə, dostuna, düşmən baxıb xar olsun, dostlar baxıb şad olsun. Amin deyin, biz deyilik, siz de deyin, mübarəkdir, mübarəkdir, ay mübarək. Bugün gəlin köçən bacım, küsənin xoşbəxt olursan, taliyeni, sen səni xoşbəxt olasan. Gəlin olmaq düz yaşındır, sürmələnə göz qaşındır, xoşbəxt olmaq ayrıya naxşındır. Gözəl xoşbəxt olasan, qocalasın, qarayasın, aynısın. Boya, sağla, xoşbəxt, körpələri, yeriniz qaldırasan, aynısın. Hamıya ulaşsın finansınızın başı sönə. Arz edək, evli eşikli, oğullu kızlı, nəvəli nəticəli, xoşbəxt qırava bir ömür sürsünlər. Amin beyəminləriniz var olsun. Fidan, çırağın yansın, qazanın qaynasın. Arzuların çil olsun, həyat yolların sevinçlə olsun. Amin deyənlər, dilləriniz bal, şəkər olsun. Kələbə çəkilək, şamlarınızı ilə qızlarınız kələbəylərini açsınlar. Bizdə 23:43-dür. Çalışdım sizə hər şeyi çəkim. Vlog sonlanmır, yəni hələ də davam olur. Üzürsən qaranlığa görə. Üzürsən qaranlığa görə. Çünki maşın çox qaranlıqdır. Neysə, biz indi gedirik evə.